Biz hazırda Quba-Alpan-Susay Xınalıq yolunun 29-cu kilometrindəyik. Yerli sakinlərin sözlərinə görə son 50 ildə bu əraziyə bu qədər güclü qar yağmamışdı. Qubada martın 29-undan güclü qar səbəbindən bağlanan Alpan-Susay Xınalıq yolunun açılması istiqamətində işlər davam edir. Yolun Susay kəndindən yuxarı hissəsində qarın hündürlüyü 3 metrə çatıb. Bu səbəbdən yol hər iki istiqamətə bağlanıb. Ekstremal hava şəraiti vəziyyəti çətinləşdirsə də, Quba 9 saylı xüsusi təyinatlı yol istismar idarəsinin əməkdaşları fasiləsiz şəkildə təmizləmə işlərini davam etdirir. Çəkiliş qrupumuz vəziyyəti yerində müşahidə edib. Quba 4 saylı xüsusi təyinatlı yol istismar idarəsinin sahə rəisi Hüseyn Ağa Xəlilov yolun açılması üçün əraziyə dağ şəraitinə uyğun xüsusi texnikaların cəlb olunduğunu deyib. Qar həddindən artıq çox yağıb, həm sulu qardır, eyni zamanda da güclü külək nəticəsində yolun hündür hissələrində qarın toplanması çox böyük maneələr yaratmışdır. Yəni 30-40 sm Susay kəndinin yaxınlığı ərazisindən başlayaraq yüksəkliyə qalxdıqca 3-4 metrəyə qədər qalınlığı çatır. Əvvəllər yəni kilometrlərlə təmizlənmə işi indi gündə 100 metrlərlə eləmək olar. Qalaqda tərəfdən də texnika işləyir. Bu tərəfdən də Susay tərəfdən də. İki traktorun arasında 4 kilometrə yaxın məsafə var. Ona yaxın həm fəaliyyət qüvvəsi, həm texnika var. Qırız kəndi hal-hazırda mühasirədə olan kimidir. Yəni oradan heç bir gediş-gəliş yoxdur. İnşallah bugün Qırız kəndində yolda açılacaq. Zəhmətkeş yol işçilərimiz bu şəraitdə, ekstremal şəraitdə bu qarın təmizləməsini həyata keçirir və qeyd etdiyim kimi yerli sakinlər bildirir ki, son 50 ildə bu əraziyə bu qədər güclü qar yağmayıb. Quba rayonunun icra başçısı İlqar Mahmudov əraziyə gələrək vəziyyətlə yerində tanış olub və müvafiq tapşırıqlar verib. Hazırda bağlı qalan yol hissəsi təxminən 4 kilometrdir. Bu yolun və qar səbəbindən bağlanan Qırız kəndinə gedən yolun yaxın 2 gün ərzində açılması gözlənilir. Qeyd edək ki, Quba-Alpan-Susay Xınalıq yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilərək 2022-ci ildə istifadəyə verilib və Xınalığa alternativ yol kimi nəzərdə tutulub. Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim Media, Şimal Bürosu.